Həkimlikdən səhnəyə uzanan yol. Flora Kərimova kimdir? Flora Ələkbər qızı Kərimova 1941-ci il iyulun 23-də Bakıdan anadan olub. Anası Zümrüd xanım əslən Şuşalı, atası Ələkbər bəy isə Qəbələlidir. Flora Kərimova fəaliyyətini 13 yaşından bədii öz fəaliyyət kollektivlərində başlayıb. Həmin vaxtdan Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında dövlət tədbirlərində çıxış edib. 1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun Çina rəqs ansamblında, 1960-cı illərdə isə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solist olub. 1964-cü ildə Asif Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə tam kursu başa vuraraq həkim ixtisasına yiyələnib. 1977-ci ildə Bakı Musiqi Akademiyasının vokal sinifini bitirib. Flora Kərimova 3 dəfə ailə qurub. İlk evliliyi İbrahim Topçubaşovla olub. Bu evlilikdən övladı olmayıb. Oktay adlı oğlu və Zümrüd adlı qızı var. Flora Kərimovanın yaradıcılığında klassik opera, milli opera, xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrında yüzlərlə əsər yer alır. Sənətkar Azərbaycan estrada janrının 3 banisindən biri hesab olunur. Digər 2 banisi isə Rəşid Behbudov və Mirzə Babayevdir. Onun ilk bəstəkarı Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundov olub. Flora Kərimova 1966-cı ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında çıxış edib. O, həmçinin 1968-ci ildə çəkilmiş Qanun naminə bədii filmində rol alıb. Flora Kərimova 4-cü oktavana aşan nadir müğənnilərdəndir. O, nəinki 4-cü oktavada vokaliz edir, həm də həmin yüksək notlarda oxuya bilir. Onun səsi bütövlükdə 4 oktavanı əhatə edir və kontralt, mezzo-soprano, soprano, koloratur, soprano diapazonlarını əhatə edir. Bundan əlavə o, muğam ifaçısı kimi də tanınır. Azərbaycan Televiziya və Radiosunun Qızıl Fondunda ən çox sayda əsəri qorunan sənətçilərdən biri də Flora Kərimovadır.